Bəli, yeni bir Carpark Multiplayer güncələn videosu hər kəs salamlayıram. Bugün 4 yeni bir maşın, böyük inşaat, xərcsiz düzəltmə gəlib. Bu video əslində mənim videom deyil. Mən betadan çıxdığıma görə, betada proqramda olduğuna görə betaya girə bilmədim. Ona görə belə davam edəcəyik. Gördüyünüz kimi də Nissan Z-miz var. 4 yeni maşın gəlib. O 4 maşın arasında bir dənə budur coin, 2500 coin. Və təzə body kit zat gəlib. Təzə bir dənə günlük ödül zat gəlib. Amma ən çox VIP olanlara, premium olanlara coinlər verir. Amma belə sadə olanlara pul verir ancaq. Günlük ödüldən. Gördüyünüz kimi arxa spoiler zat. Gördüyünüz kimi premium zat da var. Amma çoxunun coin eləyib. Maşın özü də coinlidir deyə, çoxunu coin eləyib. Bir dənə pullusu yoxdur. Bazı kitlərdən pullusu yoxdur. Gördüyünüz kimi hamısı coinlidir. Premiumlar da var, coinlər də var, hamısı coinlidir. Yəni yenə dediyim kimi video mənim deyil. Yəni yuxarıda coinlə puldan görə bilərsiniz. Burada gördüyünüz kimi böyürdəkilərə baxaq. Hamısı coinlidir yenə. Kapotun üstündəkilər. Kapot da çıxartma olur deyəsən. O birincisi sən kimləsən çıxartma olur. Və kapotun üstünə belə şeylər qoyursan, özəlliklə Subaru, Impreza kimi şeylər qoyursan. Gördüyünüz kimi böyle yenə. Fəkanın yanına yuxarısına belə şeylər qoyursan. Mesela BMW'də də var bu özelliklə. İkinci maşınımıza keçək. Gördüyünüz kimi Carpark 2-də olan BMW M2, M2-də səhv eləmirəmsə, BMW M2 Carpark 2-dən sonra burada gətiriblər. Amma nədənsə burada oyun pulunadır. Yəni Carpark 2-ni bilmirəm, amma çoxlar deyir orada coinlidir. Amma burada oyun pulunadır. Gördüyünüz kimi yenə body kitləri çoxu şeydir, coinlidir. Yəni bu coinlər Carpark 2 kimi Carpark 1-də coin eləyəcəklər məncə. Yəni coin'i çox çətin kasırlar ona görə. Pulla çox az bir şey qalacaq. Da etiket zat vurmaq. Gördüyünüz kimi qabaq bu ferzat taxma. Hamısı coinlidir. Premiumlara da var amma coinli də hamısı. Yəni bir də oyun puluna yoxdur. Hamısı coinlidir. Yəni güncəlləmə belə baxımdan qəşəng güncəlləmədir. Çox tərifli güncəlləmədir. Amma bizim istədiyimiz maşınları gətirmədilər. Neçə ayda ancaq sosial şəbəkələrdə biz paylaşırıq, Pirus falan gətirsinlər. Hyundai Santa Fe zat deyirlər, Chevrolet Cruze. Malibu zat, amma hələ gətirməyiblər heç birini. Məncə öz başı üçün, öz ağlı üçün gətirir. Gördüyünüz kimi qəşəng bir güncəlləmə gətirib. Qəşəng bir spoiler zat taxırlar. Maşın içi dəqiqədən çox gözəldir o. 1695 eləyib qəşəng sürət basasan bundan. Dəqiqədən qəşəngdir. Keçək bura. Toyota'nın 4X4 modeli olmalıdır. Offroad maşın kimi istifadə eləmək olar. Gördüyünüz kimi hündür bir maşındır. Bu da oyun pulunadır. O alanda sıfıra göstərir deyə oyun pulu görsəmir, amma oyun pulunadır, o da baha deyil. Amma 1 milyon üstündadır. 1 milyon etəməyin, 2 milyon zatdır. Yəni 3 dənə maşın. Bazı kitlər yəni gördüyünüz kimi coinlidir. Mən bilmirəm bu coinlə nə qazanacaqlar bunlar. Hər şey ancaq coinlə eləyiblər. Carpark 2-ni ona görə oynamıram mən. Hər şey ancaq coinlidir. Gəlib ancaq yalvaracam ki, mənə maşın coin zat verin. Ondan sonra Carpark 1 oynayaq da. Coinli olmamışıq da. Yəni bazı kitlərin də gördüyünüz kimi elədir. Axırıncı ən gözəl maşın məncə budur. Bu da oyun pulunadır. Bu Ford olmalıdır. Ford'un offroad maşını. Oyunun bəlkə ən hündür maşını ola bilər. O Mercedes 6X6-dan məncə hündür ola bilər bu. Yəni ağırlıq baxımından məncə hündür ola bilər. Arxasından bir sinə də gözəl şeylər taxmaq olur. Birinci qabaqdan başlayırıq. Yenə coinlidir. Yəni qarlı xəritə zat gəlib. Qabağına gördüyünüz kimi belə bir qar təmizləyən taxmaq olur. Çünki qarlı xəritədə gedəcəyik ona görə. Qar təmizləyən arxasından geçəydi baxın. Bir baxın arxasına. Günəş şeylər taxmaq olur. Baxın. Amma coinlidir nəsə. Gördüyünüz kimi boş eləyir. Amma çoxdur. Arxa şey çoxdur. Arxa bu ferzat taxmaq çoxdur. Gördüyünüz kimi iş maşınları kimi istifadə eləmək olar bunu. Gördüyünüz kimi belə. Mərasim evli maşını kimi oldu elə bil. Görək başqa. Gördüyünüz kimi belə yük daşımağa. Bu bomboşdur. Bu da torpaq daşımağa, kamazlar kimi.
Məncə yaxşı oldu ha bu. Bu yaxşıdır. Kamaz daşımaq, torpaq daşımaq. Gördüyünüz kimi böyrə belə şeylər taxırsınız. Üstə də gördüyünüz kimi belə şeylər taxmaq olur. Yəni şu modifiyə edirsiniz, hazır olur maşın. Gəldik xəritəyə. Və xəritədə telefona basanda zıpım editor yazılır. Ona basanda bütün xəritəni özün elə düzəldə bilirsən. O daha ətraflı gələn videoda olacaq. Bu videoya maksimum dəstəklərinizi gözləyirəm. Gələn videolarda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun. Salamat qalın.